La ilahe illallah, la ilahe illallah, la ilahe illallah, ma lana rabbun siva. Allah niye bu hissi insan içinde yaradır? Bir halda ki hiçbir şeyin mənasız ve sebepsiz yere yaranmayıb. Niye insanda ehtiraslanma diye bir duygu var? Özündən aslı olmadan. Hə istəmirəm de zamanı gələndə onun sənə mesajından xəbərin olacaq. Allah bu hissi insan nəslinin artımı üçün yaradıb yalnızca. İslam əxlaq fəlsəfəsi bu cür deyir. İnsanın ehtirası olmazsa insanın nəslinin kökü kəsilər. Davamlı olmaz insanda. Amma deməyib ki, bu hisslərindən ged ürəyin harda, necə istəyirsə elə də istifadə elə, əsla. Və haqqu fərcikə ən tuhsinəhu aniz-zina. İmam Səccad əleyhissalam bu bənddə, bu maddədə buyurur ki, sənin bu hissivin düzgün tərbiyələnməsi, düzgün nəzarət altında olması üçün onu zinadan saxlamalısan. Haram əlaqələrdən saxlamalısan. Və təhfizəhu min ən yunzərə eləyhi. Və elə eləməlisən ki, sənin bu hissin naməhrəmlərin baxışı olmasın. Halal olmayan o dünyaya halal da deyil daxil olsun. Zinadan qoru özünü. Bu hissin cinayət törətdiyi səhnə zina aləmidir. Qeyri-qanuni, halal olmayan əks cinslərlə yaşanan münasibət. Buna deyər İslam zina. La təqrabuz zina. Quran ayəsidir. Zina deyən bu haram mikroba yaxınlaşmayın. İnnəhu kana fahişətən və saə səbila. Çünki o elə bir günahdır, elə bir haramdır, elə bir həyanı yuyub aparan zəhərdir ki, onun apardığı yol elə birbaşa cəhənnəmə gedir. Zinada mənəvi və saflıq, məhəbbət duyğusu yoxdur deyənə İslam ona haram deyir. Zina işi ilə, bu əməllə məşğul olanların mənəviyyatdan xəbəri olmaz. Sırf o əməllə məşğul olduğu zamandan söhbət gedir. Yəni zina əməlinin tərkibində mənəvi yanaşma yoxdur. Gələcək planı bir yerdə quraq yoxdur. Mənim yarım səndədir, sənin yarım məndədir, birləşək kamil olaq deyə hisslər yoxdur ki, İslam onu haram bilir, günah bilir. Zinada nəfs doyurmaq var, zinada şəhvət köləliyi var. Ona görə deyir, bu hissivi zina üçün xərcləmə. Çünki onun tərkibində olan mikrob sənə bulaşacaq. O zəhərli mikrobu üzərində daşıyıb başqa yerə də sirayət eləyəcəksən. Necə zina ilə məşğul olan insanların sırf o əməlin içərisində İslam baxışında heç bir mənəviyyat yoxdur. O mənəviyyatsızlıq sənə dəyəndən sonra dostluqda da qeyri-mənəvi addım atarsan, ailədə də qeyri-mənəvi yanaşarsan, valideyn övlad münasibətlərində də o cür olarsan, oradan aldın axı o mikrobu. İslam bu cür deyir. Əvvəlcə bu şəhvani hissin necəliyinə biz yanaşaq. Biraz ayə və Əhl-i Beyt əleyhimussalamın hədisləri işığında. Quran deyir ki, Zuyyinə linnās hubbuş şəhvat. Bu insanlar üçün şəhvani məhəbbətlər adı altında çox şey zinət görsəndi. Bəzək kimi görsəndi. Baxın, birinci aldadıcı tərəfi budur. Düzgün cilovlamasan sənə hər şeyi yaxşı göstərəcək.
zinətli göstərəcək, bərbəzəkli göstərəcək. Öz tərkibində olan zəhərdən xəbər verməyəcək sənə. İslam demir ki, bunlar lazım olmayan şeylərdir. Deyir, lazım olmasaydı yaratmazdı səndə. Lazımdır ki, yaradıb, sadəcə onu tənzimlə deyir. Onu nəzarət altında saxla deyir. Şəhvəti sənə yad olanlara həsr eləsən, İslam baxışında orada birinci cinayətkarsan sən. Çünki o sənə halal deyil. O sənin üçün icazəli olan şəxs deyil. Peyğəmbər deyir, belə formadakı şəhvətlərdən qaçmaq, belə bir ehtirasdan uzaqlaşmaq, İslam və ayə, Quran, Allahın baxışında sənə halal olmayan hisslərdən, şəhvətlərdən uzaqlaşmaq, qiyamət günü ən çətin günün çətinliyindən qurtuluşun təmin eləyən amillərdən biridir. Mən ərzət ləhu fahişətun o şəhvətun. Bir insana hansısa bir haram hisslər, haram şəhvani hisslər baş qaldırarsa, fəctənəbəha min məxafətillah. İnsan da onu Allahdan qorxduğu üçün ondan çəkinərsə, hərramallahu aleyhinnar. İslam Peyğəmbəri deyir ki, Allah ona cəhənnəmin ateşini haram eləyər. Cəhənnəmi ondan haram eləyər. Və aminəhu minəl fəzəil əkbər. Ən qorxulu, ən ağır günü də onu əmində, əmanətdə saxlayar. Əmin amanlıqda qoruyar onu buyurur. Bax, hər şey ondan başlayır. Xüsusilə də bugünkü gənclərimiz, İraq yaxşılarından. Tamamilə əks bir-birinə yad olan naməhrəm münasibətləri bərbad haldadır hər bir cəmiyyətdə. Elə bizim də cəmiyyətdə. Çox acınacaqlı bir durumdadır. Gənclərin naməhrəm düşüncəsinə qarşı rəftarı olmazın səviyyədə quyunun dibindədir. Niyə? Çünki şəhvani hisslərin düzgün cilovlaya bilmirlər. Ailədə valideynlər onlara o baxışda, o prizmada düzgün sözləri təlqin edə bilmirlər. Başlı başına buraxsan, şəhvət öldürər insanı. Şəhvət bilirsən necə acınacaqlı canavardır? Birdən aylarsan ki, səni aparıb Kəbə evinin içində də o haram işlə məşğul eləyər. Elə bir şeydir şəhvət. Peyğəmbər deyir, 3 şey üçün qorxuram ümmətimə. Ümmətim barəsində qorxduğum 3 şeydən biri məhz insanın bu ehtiras hissinin yanlış yerə sərf olunmağıdır. Haram yerə getməyidir. Zina ilə məşğul olmağıdır. Başqa şeylərlə məşğul olmağıdır. Səlasun əxafəhunnə bə'di əla ümməti. 3 şey var ki, mən ümmətim üçün özümdən sonra ondan çox qorxuram. Əz-zəlalətu bə'dəl mərifə. Bir şeyi biləndən sonra bildiyi təqdirdə yenə də zəlalətə düşmək, yenə də batil yolda getmək. Muzillatul fitən. Baş qaldıran fitnələrin zərər verici törtöküntüləri, haramların qoyduğu təsirlər və şəhvətul bətni vəl fərc. Bir də insanın elə qurduğum qarın dünyası və ehtirasları naməhrəmlərə xərcləmək qorxulu bir şeydir. Bütün dövrlərdə ən aktual ictimai mövzulardan biri budur. Qadın-kişi münasibətləri. Ən aktual mövzulardan biri budur. İslam da bunun üzərində çox dayanır. Allah Müminin surəsində deyir, Qəd əfləhəl müminun. Həqiqətən müminlər qurtuluş əldə eləyənlərdir. Onlar xilas olacaq.
Qiyamət günün çətinliyini möminlər zərrə qədər də çətinlik görüntüsündə görməyəcəklər. Sonra həmin möminlərin simasını bizə açır ayə ard-ardı. Onlardan biri də budur. Vəlləzinəhum lifurucihim hafizun. Onlar, o möminlərdən söhbət edirəm ki, mən ağır təbirlə demək istəmirəm. Öz ehtiras hisslərini, öz şəhvət hisslərinə sahib çıxanlardır. Quran onu tərifləyir. Elə bilirsən ki, ehtiras baş qaldırdığı zaman onu gedib harda, necə gəldi, yalançı, azacıq, haram yollarla doyuzduracaqsan, sonra da hər şey bitəcək. Onun səndə qoyduğu, xasiyyətində qoyduğu təsirlərdən xəbərsizsən. Niyə İslam qadın və kişinin geyim tərzinə də toxunur? İctimaiyyətdə, cəmiyyətdə. Çünki oradan qaynaqlanır, başlanır həmin hisslərin baş qaldıracağı bir çox səbəblər var. Biri də onlardır. Azacıq aldadıcı bir hissə görə uzun uzadı bəla gətirir. Əgər bu insanda olan bu his düzgün cilovlanmazsa. Və rubbə şəhvəti saətin tu'risu huznən təvila. Nə çoxdur azacıq şəhvətlər və onlara görə uzun uzadı əzab çəkmək, uzun uzadı qəm-qüssə. Buna diqqətli olmaq lazımdır. Məktəblərdə, ali təhsil ocaqlarında, cəmiyyətdə xüsusilə də cinsiyyətlə uyğun rəftara diqqət eləmək lazımdır. Əgər biz mənəvi insana yaraşan toplumdan danışırıqsa, onu arzu eləyiriksə, onu dağıdan amillərdən biri budur. Naməhrəm pərdəsini əgər götürsən, o zaman hər bir pərdəni götürmüş olursan deməkdir. Əleyhissalam deyir ki, şəhvətin köləsi olmaq keçmişdə var idi, bu bilirdiniz. Qul bazarında qullar olurdu. Ya satılırdı, ya nə bilim, azad buraxılırdı. O quldan da daha acınacaqlıdır. Əbdüş şəhvəti əzəllu min əbdərriq. Şəhvətin əsiri olmaq, şəhvətin köləsi olmaq, qul bazarındakı qullardan da daha zəlil, daha acınacaqlı olmaq deməkdir. Çünki o qul bazarındakı qulların sabah xilas olunma ehtimalı var. Amma şəhvətin köləsi olsan, o səni heç vaxt əlindən buraxmayacaq. Dünyada ən müdrik insanların xasiyyətlərinə baxdığın zaman elə birinci düzəltdikləri hisslərindən biri budur. Onlar ehtiras hissini nəzarət altında saxlayanlardır. Heç vaxtı ehtirasla, nə bilim, naməhrəmləri bir araya yığıb, əyləncə məclisləri qurmaqla heç bir fəzilətə, müdriklüyə sahib ola bilməzsən. Tarix boyu belədir. Nə vaxt oynayıb oynatmaqla əldə bir şey olub ki? Çalıb oynamaqla nə vaxt insan ya elmi, ya mənəvi və yaxud başqa bir nailiyyət əldə eləyib? Xüsusilə də bir daha təkrar edirəm, bu mövzuda gənclər daha diqqətli olmalıdır. O elə bir hissdir ki, zamanla əl çəkəcək səndən. Yaşlandıqca, yaşa dolduqca o səndən yavaş-yavaş əl çəkəcək. Amma onu indi qorumasan,
Sonra o səndən əl çəkəndən sonra başına, boynunun arxasına elə yük yığacaq ki, onu dahi oradan çıxartmaq, ondan can qurtarmağı da bacarmayacaqsan. Bax, hədis onu deyir. Rubbə şəhvəti saatin turisu huznan təvila. Nə çox az ləzzətlər var ki, soydu getdi. O amma sənin başına sabah uzun uzadı qəm-qüssə gətirəcək, problem yaradacaq. İslam da bunu deyir. İmam da buyurur ki, həmin hissi zinadan saxla. Çünki zinada insan istismarı var. Zinada heç bir mənəvi, ürəkdən gələn bir münasibət tərzi yoxdur. Sevgi əsasında deyil oradakı münasibətlər. Başqa məqsədlər var. Pul, şöhrət, nə bilim, nə. Əslində zinada insan özünü pula satır. İstər qadın olsun, istər kişi olsun, fərq eləməz. O elə bir haram. Ona görə İslam deyir haramdır. Mən elə sözlər gəlir dilimə, demək istəyirəm, amma buradan bilmirəm necə başa düşülər, necə anlaşılar. Yəqin ki, bir elmi mövzunu müzakirə olaraq məndən qəbul eləyin. İnşallah bunları fikir aydınlığı üçün. Kəbinsiz və yaxud qeyri-kəbinsiz münasibətlər. Hərəkət baxımından eyni hərəkətdir, amma dəyərlənmə baxımından biri nemətdir, biri əzabdır. Niyə? Çünki birində qəlbən qarşılıqlı münasibət var, içdən, ruhdan gələn münasibət var, saf bir münasibət var. Birində isə o yoxdur, satılma var, özünü satma var. Allah ona görə ona deyir, o əzabdır, o cəhənnəmə aparar səni, amma o nemətdir. Şəhvətin insanda düzgün cilovlanmadığı təqdirdə yaratdığı fəsadlardan biri insanın ağlını yuyur, insanın düşüncəsini silir. Əleyhissalam buyurur ki, iqtəsir min şəhvətin. O hissini düzgün azaltmaqla, düzgün tənzimlə. Xaləftə əqləkə bil xilafə əleyha. Çünki onun baş qaldırdığı tufana, onun əksinə getməyinlə ağlına kömək edirsən, düşüncənə kömək edirsən. İslam heç nəyi səbəbsiz demir. Yad münasibətlərin sabah arxasında başqa problemlər, fərdi, mənəvi, ictimai, maddi, bütün problemləri gətirəcək arxasıca. İnsan da pula görə və yaxud başqa şeyə görə özünü satarmı? Bu nə insanlıqdır? Bu nə ömürdür yaşayırsan ki sən? Budur sənin anlayışında 5 günlük dünya. 5 günlük dünya deyirsən, o 5 günü də şeytana verirsən. Budur mu sənin yaşayış anlayışın, həyata baxış tərzin? Buna görə mi yarandın sən? Bəs gözəlliyi mənəviyyatda görmədinsə, saf və mənəvi sevgidə görmədinsə, nədə görəcəksən? Mən onu anlamıram. Zina İslamın haram, yalnız İslam dininə görə haram deyil ki, bütün dinlərdə. Adəmdən ta xatəmə, xatəmdən ta qiyamətə. Hamısında qadağan olunub. Səbəb budur. Səbəb budur ki, çünki orada istismar var. Orada insanı satmaq var. Orada insanın hisslərini aldatmaq var. İçdən gəlməyən yalançılıq var. Orada onlar var. Baxın, Hristiyan bugün İncilin özündə də bu var. Hətta biz deyirik ki,
İncilə inanan da Qurana tabi olmalıdır. Çünki İncil artıq dövrümüzdəki İncil təhrif olunmuş bir durumdadır, vəziyyətdədir, dəyişilmiş bir vəziyyətdədir. Dəyişilsə də bu var. Matta surəsi var orada, bir Matta surəsi. Onun bir ayəsində baxın, deyir ki, zina etməyəcəksən dediyini eşitdiniz. Amma mən sizə deyirəm ki, bir qadına şəhvətlə baxan adam ürəyində 10 qadınla zina etmiş kimidir. İncildəndir bu ustad. Dövrümüzdəki İncildən. Bunun insanlıqla təzadı var. Ona görə İslam buna deyir. İmam buyurur ki, həmin hissini də zinadan saxla. Əz-zina əşəddu minəl-qeybə. Zina hər bir günahdan, qeybətdən də haramdır, bir hədisdə var. Qeybət Quranda qardaşının ölmüş ətini yeməyə bənzədilən günahdır. Zina ondan ağırdır, da bilmirəm, indi özün təsəvvür elə. Allah bir ayə oxuyacağım sizə Qurandan. Görün zina hansı dərəcədə böyük xəta, böyük haramla eyni tutulan bir şeydir. Vəllezine la yed'ûne me'allahi ilahen axər. Onlar ki, Allah'tan şərik qoşmadan başqasını çağırmırlar, Allah'tan başqasına yalvarmırlar. Və la yaqtulunən nəfsə əlləti harramallah. Və bir də Allah'ın haram dediği cana, insanı heç bir şey olmadan öldürmürlər. Allah onları tərif eləyir. İlla bil haqq. Yalnız ölüm cəzası istisna, sözüm onda deyil. Bir də bu deyir. Və la yaznun. Və bir də onlardır ki, onlar zina eləməzlər. Zina işinə məşğul olmazlar. Hüquq adı altında pərdəni götürtdülər üstümüzdən. Biz də tez inandıq. Kişinin başı örtüsü yoxdursa qadının da olmamalıdır dedilər. Çox şeyi açdılar. Bağlı qalmalı olan, mənəviyyatı onun qapanmasında olan çox şeyin üstünü açdılar. Qəfil ölümlər yaranır həyatda. Məncə razılaşarsınız mənlə siz ki, bugünkü dövrümüzdə ölüm cavanlaşa üstümüzə gəlir. Nə qədər cavan olan insanlar ölür, cavan halda gedir, qəfil ölümlər, gözlənilmədən ölümlər olur. Nədir bunun səbəbi? Bir çox bərəkətsiz yaşamağımızdır ki, başında da bax bu hissin haram bilmədən böyüməsi. İnsanın ehtiras hissinin haram bilmədən baş qaldırmasıdır. İmam buyurur ki, vəcədna fi kitabı Rasulullah sallallahu aleyhi və aleyh. Deyir, biz Peyğəmbərin yazılarının içində bunu gördük, bunu oxuduq ki, Həzrət buyurub, İza zəhərəz zina min bə'di. Əgər məndən sonra zina ayaq açıb yerisə, açıq aşkar çıxsa ortalığa, kəsurə mautul fəcəə, qəfil ölümlərin sayı artacaq. Gözlənilmədən ölümlər saysız artacaq. Zina gətirir, ora çıxardır. Belədir də. Zina və onun bir çox növləri var. Var tam münasibət,
var gözün zinası, var niyyətüvün zinası, ne bilim çox növü var. Hamısı kökdən haramdır. Kəbinin fəlsəfi açıqlaması budur ki, Allah səni sayıram, səni sevirəm, səndən xeyir dua gözləyirəm. Birinci, sonra bu ailə münasibətini qururam. Kəbinin budur mənası. Bunlara diqqət eləyin. Həm özümüz eləyək, həm balalarımıza bu kimi məsələləri öyrədək. Bunlar bizim dəyərlərimizdir. Bunlar bizim mənəvi dəyərlərimizdir. Birinci, sonra milli dəyər gəlir. Qiyamət günü ən ağır əzabı görənlərdən də biri bunlar olacaq. Ehtiras hissini zinada xərcləyənlər. İnnə əşəddən nasə əzabən yevməl qiyamə. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, qiyamət günü ən ağır, ən acılı əzabı görənlərdən biri də məhz həmin hissini haramda xərcləyənlər olacaq. Rəculun əqərrə nutfətəhu fi rəhmin tuhramu əleyh. İbarə ağırdır, mən elə yüngül tərcümə edəcəm. Təbiri çox ağırdır. O insan ki zina eləyir, zina haram əməllə məşğuldur, o əzabı ən ağır şəkildə yaşayacaq. İndi bir də bu hissin ki, bayaq İmam Səccad əleyhissalamdan həmin maddəni oxudum, bir də oxuyuram. Və haqqu fərcikə, sənin həmin hissin, həmin duyğun ki, mən ağır demək istəmirəm, ona ehtiras hissi deyib biraz yüngül cümlə qurmaq istəyirəm, amma ağırını sən fikirləş. Ən toxsinəhu ənəzzənə, onu zinadan qoruyasan, onu zinadan saxlayasan. Sən haqqı boynunda odur. O hissi Allah ona görə yaradıb. Yaradıb sadəcə nəsil artımı olsun, sağlam nəsil artımı olsun. Peyğəmbər buyurur ki, mən meyraca getdim, bir çox ümmətimdən olan ağırdır, çox üzr istəyirəm bu cümləni, amma deyəcəm. Bir çox qadınların böyük əzaba düşdüyünü gördüm mən meyracda. Cəbraildən soruşdum ki, ya Cəbrail, bunlar neyniyib ki, bunlara belə əzab gözlənilir, verilir? Dedi, çünki bunlar onlardır ki, maldan, mülkdən, puldan irs gələndə öz həyat yoldaşlarından onu aldılar, apardılar. Amma onlara da xəyanət elədilər. Zinanın evlisi subayı yoxdur. Haram hamısına haramdır. Onun içində insanın iffətini zədələyən amillər var. Ona görə haramdır. Bir nəfər bir yanda çıxdı, bir söz dedi ki, nə bilim, bugün qadınlar incə məxluqdur, qadınlar bəzənsin, qadınlar düzənsin, çıxsın bəzəkli, düzəkli şəkildə cəmiyyətə. Və ona da baxın, gözələ baxarlar falan. Da başa düşmür, bu insan şeytandır. Birinci, qadın öz məhrəminə, halal kişisinə bəzənər. Yad üçün bəzənməz. İslam belə deyir. Sənin məhrəmin, sənin kişin evdədir, ona bəzən. Amma bizə başqa qərbdən gələn təsirlər nəyə öyrətdi? Tərsinə çövürdü. Mən ümumi danışmıram, amma bu var. Belə şeylərlə mən rastlaşmışam deyə danışıram. Hamıya aid eləmirəm. Ümumiyyətlə ümumi danışmaq olmaz, günahdır. Amma bu şeyləri görmüşük, siz də, biz də hamımız eşitmişik.
Biz neylədik? Gəldik, qərbin mədəniyyəti bizə nə öyrətdi? Öz məhrəmim üçün bəzənmə əvəzinə, öz məhrəmimin yanında ən köhnə formada gəzdim, amma bayıra çıxanda bəzəndim, çıxdım. Biz də bunu elədik. Mənəviyyat çarxını əksinə dövr etdirdik ki, fəsadlar oradan başladı. Zinadan qoru deyir, çünki zinanın içərisində iffət yoxdur. İnsanlığın iffətini yuyub, sərib, qurudub, kül eləyib aparacaq deyir zina. Bax, mən bir hədis oxuyuram. İmam Cəfər Sadiq əleyhissalamdan buyurur ki, İffu ən-nisa'in nas, cəmaatın həyat namuslarına, yoldaşlarına, kiminsə anasına, kiminsə bacısına, kiminsə nə bilim olmaz, haramdır. Onların iffətini qoruyun. Necə? Baxma qoru. Söz atma qoru. Sən onun iffətini belə qorumalısan. Böyük alimlərdən biri deyirdi ki, bəzən bu münasibətlərdə qadınları çox qınayırıq. Açıq-saçıq geyimdən qadınları çox qınayırıq. Mən buradan deyim ki, bəli, zinada zəif tərəf, tez tora düşən tərəf qadındır. Onun xilqətinin yaradılışı, forması elədir ki, ondan şeytan yaxşı istifadə eləyər, az bir güllə ilə çox insanı qırar. Bu var onda. Amma deyir, niyə kişiləri qınamırsan? Söz atanları niyə qınamırsan? Baxıb ağzı sulananları niyə qınamırsan? Sözünlə ona birinci cəza ver. Sən baxmasan o da eləməz, bəlkə də. Sən deməsən o da eləməz. Deyir ki, xalqın, cəmaatın qadınlarına onların iffətini qoruyun ki, tuəffu nisaukum, sizin də xanımlarınız, qadınlarınız, namuslarınızın iffəti qorunsun. Həyat bumerangdır da. Kiminsə anasına, bacısına baxıb ona gözələ baxarlar deyən bir şeytan bilsin ki, onunkuna da kimsə baxar. Onu mütləq bilsin. Mən mərhum Şeyx Səduqdan çox qəribə bir dənə hədis oxuyacağım. Bununla da sözümü, bu mövzumu tamam eləyirəm. Hisslərimizə sahib çıxaq. Xüsusən də daxilimizdə istəsən də istəməsən baş qaldıracaq olan şəhvani və ehtiras hisslərinə. Ona sahib çıxmaq lazımdır. Mənəviyyatla, Allah qarşısında sınmaqla. Əli əleyhissalamın bir qardaşı var, Cəfər, rəhmətullahi teala aleyhissalatu vesselam. Cəfər Təyyar ləqəbi ilə məşhurdur. Yəni, iki qanad sahibi olan. Axı, qanad insanı zirvələrə aparır. Qanad bir canlını uçmağa səbəb olan orqan kimi qəbul eləyək. Cəfər Təyyar deyəndə, yəni Cəfərin kürəyindən iki qanad Allah yaratmayacaq ki. Yəni, necə qanadla insan, yaxud bir quş, bir nəsə qalxa bilən, uça bilən bir varlıq yüksəkliyə qalxır. Cəfərə də Allah iki qanad verdi. Oldu Cəfəri Təyyar, Əli əleyhissalamın qardaşı. Necə oldu, bilirsənmi heç onu? Necə qazandı onu? Sən də qazana bilərsən onu. Amma indi necəliyindən danışım. Mərhum Şeyx Səduq, rəhmətullahi teala aleyh, Amali əsərindən sizin üçün oxuyuram mən bu hədisi. İmam Baqir aleyhissalam buyurur ki, Ovhallahu əzzə və cəl ilə rəsulih. Allah, uca və cəlalət sahibi olan Allah, öz peyğəmbərinə bir gün vəhy elədi. Dedi, inni
şəkertu li Cəfər ibn Əbi Talib aleyhisselam ərbəə xisalin. Peyğəmbər, mən Əbu Talibin oğlu Cəfərdə 4 xüsusiyyətə görə özümə şükr eləyirəm. Mən 4-dən birini deyəcəm. Çağırdı yanına, dedi, fəəxbərə. Peyğəmbər Allahın belə vəhy etdiyini, belə dediyini Cəfərə dedi. Dedi, Cəfər, Allah sənin barəndə mənə belə bir söz dedi ki, səndə 4 xüsusiyyət var, 4 iş var. Ona görə Allah özünə şükr eləyir. Nədir olar? Danış görüm hələ. Cəfər görün nə deyir? Deyir, lovla annallaha əxbərək. Ya Resulallah, sənə canım da qurban olsun. Amma Allah o məndə olanı sizə bildirməsəydi, ma əxbərtuk. Mən də sizə deməyəcəkdim ki, Allahla mənim aramda sir saxlamışdım onu. Bir Allah bilirdi onu. Amma indi ki Allah sizə deyib, qoyun deyim. Birini deyirəm, baxın budur. Deyir ki, və ma zənitu qət. Ya Resulallah, mən heç bir vaxtı zina eləməmişəm. Zina elə bir haram bir işdir ki, İslamdan qabaq da Cəfər ibn Əbi Talib yaşayıb, amma deyir, heç vaxt zina eləməmişəm. İslam zuhura gəlməyən anlarda da, cəmiyyətə hakim kəsilən o bütpərəst rejimin təsiri altında yaşadığımız dövrdə də mən zina heç vaxt eləməmişəm. Niyə? Səbəbi var. Ləənni xiftu. Çünki qorxmuşam ya Resulallah. Nədən qorxmuşam? Zina eləyənlər, zina işi ilə məşğul olanlar, kimsə kimləsə zinalı olsun deyə vasitə olanlar, bunun qabağında məvacib alanlar, açın qulağınızı bu hədisi yaxşı eşidin. Çünki o həyatı sizə Allah verib, hesab da alacaq sizdən. Açın, yaxşı eşidin. Burada elhamdülillah yoxdur onu eləyənlər. Hamınız ibadət əhlisiz, məscid əhlisiz. Amma varsa da bizim bu çıxışın vasitəsindən dinləyən dinləsin. Deyir, çünki qorxdum. Ləənni xiftu. Nədən qorxdum? İza əmiltu umilə bi. Çünki qorxurdum ki, mən bunu eləsəm, mənə də qarşı bu olunar. Nədir bu? Bu kişi qeyrəti. Tam böyülük. Çünki qorxurdum ki, mən kiməsə eləsəm onu, mənə də qarşı olunar. Zina insanlığın hamısına günah olan bir şeydir. Peyğəmbər bilirsiniz nə dedi ona? İmam Baqir əleyhissalam hədisi bu cür davam etdirir. Deyir, fəzzərəbən nəbiyyü sallallahu aleyhi və aleyhi yədəhu əla atiqih. Peyğəmbər əlini onun çiyninə vurdu. Yəni əhsən vuruşları olur bəzən. Birinin çiyninə ya belinə, kürəyinə əlini vurursan əhsən ki deyirsən. Peyğəmbər o cür əlini çiyninə vurdu, dedi, Haqqullahi əzzə və cəl ən yəcələ ləkə cənaheyn. Doğrudan da Allah sənə 2 qanat verəcək Cəfər. O sənin haqqındır ki, tutiru bihima mə'əl mələikəti fil cənnə. Və sən də həmin qanatların vasitəsilə cənnətdə mələklərin yüksək durduğu zirvəyə pərvaz eləyəcəksən. O Cəfərdən sən də ola bilərsən. O qanatdan sənə də sabah verə bilərlər. Allah bizi bu həm bizləri, həm fərdi və həm də cəmiyyətimizi, insanlarımızı, tələbə balalarımızı, şagird balalarımızı bu zina